Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Demək, bugün sizinlə 2025-ci il test toplusundan kvadrat köklər mövzusundan 57-ci sualın izahına baxacağıq. Demək, bu məsələdə, bu misalda belə deyək də, bunu biz belə yaza bilərik. Baxın, 2 üstü 10-un əvəzinə 2 üstü 5-in kvadratı plus 2 vurulsun 2 üstü 5 minus 3 bölünsün 31'i də 2 üstü 5 minus 1 kimi yaza bilərik. Və bu ifadədə belə deyək də 2 üstü 5 bərabərdir t əvəzləməsi aparsaq, onda baxın ifadə bu şəkildə gəlib düşəcək. Olacaq t kvadratı plus 2t minus 3 bölünsün t minus 1 şəklində olacaq. Və bu kəsirin sürətini biz vurğulara ayırsaq, görərik ki, burada t minus 1 və t plus 3 bölünsün. Demək, t minus 1 alınır. Burada t minus 1'lər ixtisar olur və kökün altında qalacaq burada t plus 3 qalacaq. Və t'nin qiymətini də bizə kök altında 2 üstü 5 idi plus 3 bərabərdə olacaq. Demək, kök altında 32 plus 3 bərabərdir. Kök altında 35 olacaq. Cavab kök altında 35, yəni Y variantı olur. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.